Belə bir səs gəldi, hadisə gəldi, dedilər binada çöküntü var. Aləmli uşağımızı götürdük, düşdük yerə. Sonra da müvafiq qurumların köməkliyi ilə bizi təxliyə elədilər. Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində qəzalı vəziyyətə düşən binanın sakinləri kirayə evlərə yerləşdirilir. Noyabrın 23-də döşəməsi çökən 5 mərtəbəli yaşayış binasının dünən bir bloku tamam dağılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Amma sakinlərə maddi ziyan dəyib. Hərbiçi oğlum yaşayır, 16 ildə hərbiçidir. Onun heç bir əşyasını çıxartmamışıq. Elə yoldaşı da müəllimədir, işə gedə bilmir, uşaqlarım məktəbə gedə bilmir. Yəqin ki, inşallah düzələr. Sakinlərin, digər kənar şəxslərin binaya girişi məhdudlaşdırılmışdır. Bildiyiniz kimi Fövqəladə Hallar Nazirliyi tərəfindən binanın qəzalı vəziyyətdə olan binanın ətrafı da həsarlanmış, lentlə və giriş tam məhdudlaşdırılmışdır və sakinlərin kirayə xərcləri də dövlət tərəfindən təmin olunacaqdır və sakinlər mərhələli şəkildə kirayə mənzillərə çıxarılmışdır. Bir hissəsi çökən binanın aqibətinə gəlincə isə hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və aidiyyatı dövlət qurumları birgə iş aparırlar. Yekun qərar isə 60 mənzildən və 5 mərtəbədən ibarət olan binanın sökülərək yerində yeni binanın layihələndirilməsidir. Müvafiq qurumlar yaxınlıqdakı 16 mənzilli 2 mərtəbəli yaşayış binasına da texniki baxış keçirib, onun da qəzalı olduğunu müəyyənləşdiriblər. Həmin binanın da sökülüb, yerində yenisinin inşası gündəmdədir. Xaliq Qurbanlı, Rəşidə Zülfüqarova, Elgün Qəmbərov, Şahnun Qasımova, ATV xəbər.